Salam, hörmətli Azərbaycan Tibb Universitetinin əməkdaşları. Sizi elmi departament adından salamlayıram. Xoş gördük. Təşəkkür eləyirəm ki, tapıb iş vaxtınızda vebinara qoşulmağa qərar verdiniz. Deməli, bu webinar Azərbaycan Tibb Universitetinin jurnalına həsr olunub və bildiyiniz kimi e, bu elektron jurnaldır. Ümidvaram ki, monitorlarda siz indi slaytları görürsünüz. Görünürmü slaytlar? Tamam. Ee, Azərbaycan Tibb Universitetinin jurnalı elektron jurnal olmaqla Ali Attestasiya Komissiyasının rekomendasiya verdiyi, yəni tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Siz özünüz də Ali Attestasiya Komissiyasının saytına girərək bunu yoxlaya bilərsiniz. Yəni ünvan Ali Attestasiya Komissiyasını verərək yoxlaya bilərsiniz ki, Azərbaycan Respublikasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısında tibb və əczaçılıq linkına basaraq görürsünüz ki, Azərbaycan Tibb Universitetinin jurnalı, elektron jurnal bu siyahıda sıralanıb və o deməkdir ki, bizim dissertantlar, doktorantlar burada məqalə çap etdirərək növbəti mərhələlərdə öz dissertasiyasının müdafiəsində, müdafiə prosesində bu məqalələr Ali Attestasiya Komissiyasının tərəfindən tanınacaq. Azərbaycan Tibb Universitetinin jurnalı elektron olmaqla öz saytı var və onun saytı A2 Journal azdır ilk slaytda göstərildiyi kimi və burada qəbul olunan məqalələrə beynəlxalq nəşrlərdə qoyulan tələblərlə eynidir. Yəni ki, məqalənin strukturu belə olmalıdır ki, məqalənin adı ilk olaraq verilməlidir, müəlliflər göstərilməlidir, tədqiqat harada yerinə yetirib, yəni afiliasiya Azərbaycan Tibb Universiteti olmalıdır, ya da ki, tutaq ki, yeni klinika yazılmalıdır. Tam şəkildə zəhmət olmasa bunu veririz məqaləni sayta daxil edərkən. Əgər siz sayta daxil olarkən diqqət yetirsəniz, burada göstərilir ki, jurnal 3 dillidir. Yəni Azərbaycan, İngilis, Rusdir. Müəllif üçün bu nə deməkdir? O deməkdir ki, əgər siz məqaləni Azərbaycan dilində verirsinizsə, o deməkdir ki, xülasə, abstrakt və rezüme hər 3 dildə verilməlidir. Yəni məqalə özü bir dildə ola bilər. İngilis dilində əgər verirsinizsə, o deməkdir ki, abstrakt, xülasə və rezüme hər 3 dildə olmalıdır. Məqalənin strukturuna gəldikdə isə, məqalənin strukturunda imrad dediyimiz bir struktur gözlənilməlidir. Bu struktur barəsində bizim ilk webinarda, elmimetriya həsr olunmuş webinarda söhbət açılmışdı. Yəni ki, birinci introduction olmalıdır, metodlar, nəticələr və nəhayət müzakirə verilməlidir. Məqalənin sonunda təşəkkürlər verilməlidir. Sonra əgər tədqiqat işində hansısa fondların, qrantların köməkliyi ilə tədqiqat aparılıbsa, bu barədə də məlumat verilməlidir. Etik komissiyasının icazəsi var ya yox, bu barədə məlumat verilə bilər və sonda nəhayət ki, ədəbiyyat verilməlidir. Ədəbiyyatın verilməsində zəhmət olmasa, diqqət yetirin ki, hansı strukturda bu verirsiniz. Çünki bəzilər, siz bilirsiniz ki, ilk nömrə artı çıxıb və öz təcrübəmizdən deyirik ki, bəzilər ədəbiyyat sıralamasında ancaq veb saytların adlarını verirlər. Ya da ki, köhnə ədəbiyyatdan istifadə olunur. Ədəbiyyatın verilməsində xüsusi dizayn var. Artıq beynəlxalq səviyyədə qəbul olunmuş
dizayn və bu Vancouver dizaynı ola bilər və s. Bunlar üçün xüsusi instrumentlər var, xüsusi resurslar var. Bu barədə də Elmmetriya ilk deməli vebinarımızda söhbət açmışdıq. Yadınızdadırsa Zotero, EndNote, Mendeley resurslarından söhbət açılmışdı. Ondan başqa bizim universitetə Web of Science təmsilçisi dəvət olmuşdu. O da öz seminarında Web of Science-ın EndNote resursundan istifadə etməklə göstərmişdi ki, ədəbiyyatı siz məqalənin sonunda necə düzgün olaraq göstərə bilərsiniz. Azərbaycan Tibb Universitetinin jurnalı artıq ikinci nömrəyə məqalə qəbulu elan edir və deadline burada göstərildiyi kimi 30 sentyabrdır. 30 sentyabra qədər siz məqalələrinizi jurnala təqdim eləyə bilərsiniz. Amma məqalə təqdim edərkən siz jurnalın saytından qeydiyyatdan keçməlisiniz və qeydiyyatdan keçmək üçün mən sizə indi monitorda canlı olaraq belə deyək, öz kolleqamla yanaşı onun məlumatlarını daxil edərək biz Azərbaycan Tibb Universitetinin saytından bir yerdə qeydiyyatdan keçəcəyik. Çalışacağım bunu həyata keçirim. Deməli, öz monitorunuzda, öz kompüterinizdə ilkin olaraq siz Tibb Universitetinin jurnalının saytına daxil olmalısınız. Bunun üçün göstərdiyi monitorda indi gördüyünüz kimi atuş az verirsiniz və burada monitorunuzda açılaraq yəni görürsüz ki, müxtəlif linklər var. Və bu linklərdən ilkin olaraq mən sizə göstərmək istəyirəm ki, qeydiyyatdan necə keçmək olar və bir dəfə qeydiyyatdan keçərkən bu sizdə ömürlük qalır. Yəni siz bu saytda qeydiyyatdan keçmiş olursunuz və gələn dəfə məqalə daxil edərkən artıq ancaq daxil olun linkindən istifadə edəcəksiniz. Qeydiyyatdan keçin klik eləyəndə sizə belə bir pəncərə açılır və bu pəncərədə siz öz məlumatlarınızı daxil edirsiniz. Bunlar hansı məlumatlardır? E-mail, telefon nömrəsi, şifrə və s. Burada diqqət yetirin ki, elektron poçtu siz istifadə edildiyiniz, yəni aktiv olan elektron poçtun ünvanı olsun və telefon nömrəsi də istifadə etdiyiniz telefon nömrəsi olsun. Nə üçün? Çünki gələcəkdə siz rəyçidən hər hansı bir feedback, yəni ki, rəy alanda bu sizin elektron poçtunuza gələcək. Ondan başqa elə indi hazırda istifadə etdiyimiz deməli qeydiyyatdan keçərkən sizin telefonunuza şifrə gələcək və o şifrə də aktiv olan telefon nömrəsinə gələcək. Deməli Zilmur Прям любой, какой вы хотите. Давайте один. Нет, шифр вы должны дать. Я задам, можно? Да? Şifrəni təkraran olaraq qeyd edirsiniz. Mütləqdir ki, siz kapçanı qeyd eləyəsiniz ki, siz robot deyilsiniz.
və yadda saxla düyməsini basaraq siz qeydiyyatdan keçmək prosesini bitirmək üzrəsiz. Burada düzəliş olmalıdır ki, sıfır olmalıdır. Çox güman ki. Hı -hı. İndi sizin telefonunuza istifadəçinin təsdiq kodu gələcək. Yəni kafedramızın əməkdaşı bu kodu indi bizə verməklə mən sizə göstərəcəyim ki, qeydiyyat prosesi necə keçirilir. Və artıq siz sayta məqalənizi daha sərbəst daxil edə bilərsiniz. Nə üçün siz sistemə daxil oldunuz? Siz qeydiyyatdan keçmiş oldunuz. İndi burada artıq ancaq istifadəçinin adı qeyd olunacaq. İstifadəçinin adı da e-maildir. Hansı e-maildan siz qeydiyyatdan keçmisinizsə, o e-mail elə istifadəçinin adıdır. Bununla qeydiyyat ələm bitmir. Bununla siz növbəti pəncərəyə girirsiniz və burada artıq öz ORCID numarınızı, yəni ki, ORCID nömrənizi qeyd etməlisiniz. Necə istəyirsiniz sizə müraciət eləsinlər, xanım, doktor, sonra yenə də öz e-mailinizi qeyd edirsiniz. Əlavə məlumatları istəsəz daxil edə bilərsiniz, amma ehtiyac yoxdur. Burada deməli qeyd edirsiniz öz adınızı, familiyanızı. Отчество у вас A? A. Şəhər kimi qeyd edirsiniz Bakı şəhəri, müəssisənin adı Azərbaycan Tibb Universiteti. Bunu yaddaşa verməklə deməli yoxlayırsınız ki, hansısa xanada boş qalıb ya yox. Əlavə e-mail kimi siz burada diqqət yetirməlisiniz ki, bu əsas e-maillə eyni olmasın. Hı. İndi biz ancaq Azərbaycan dilində doldururuq bu formuları, amma dediyim kimi jurnal üç dilli olmaqla bu xanalar həm Azərbaycan, həm ingilis, həm rus dilində doldurulmalıdır. Bu prosesi bitirəndən sonra artıq siz görürsünüz ki, bütün məlumatlar sistemdə qolundu, saxlanıldı və sizin iş masanız açıldı.
Dediyim kimi, bu məlumatlar həm ingilis, həm rus dilində doldurulmalıdır. Ona görə siz redaktə etməyə klik eləməklə, indi vaxt məhdudiyyətimiz var. Biz bunu təkrar ingilis və rus dilində eləmirik. Amma redaktə etmək, klik eləməklə siz eyni məlumatları yenə də deməli ingilis və rus dilində daxil etməlisiniz. Bundan sonra gördüyünüz kimi sizin iş masanız açılacaq və məqalələri daxil edə bilərsiniz. Bunun üçün məqalələrə klik edirsiniz və məqalə əlavə etməklə sayta, Tibb Universitetinin jurnalının saytına məqaləni daxil edirsiniz. Məqalənin hansı növə aid olduğunu seçməlisiniz. Yəni bu ədəbiyyat icmalıdır, ya da klinik haldır, ya da orijinal tədqiqatdır, laborator işidir. Bunu bu xanadan seçirsiniz. Hansı tibbin hansı sahəsinə aiddir? Buradan klik eləyib seçməlisiniz. Sonra başlıq yazmalısınız və məqaləni daxil edirsiniz. Gördüyünüz kimi bütün bu xanalar Azərbaycan dilində açılıb, amma dediyim kimi 3 dillidir. Ona görə bu bütün 3 dildə doldurulmalıdır bu xanalar. Və bundan sonra siz yaddaşa ver klik eləməklə bu xanaları doldurmaqla, yəni məqalə artıq sayta daxil olunmuş olur. Başqa məlumat ondan ibarətdir ki, siz deməli məqaləyə olan tələblər, onlarla harda tanış ola bilərsiniz. Gördüyünüz kimi ekranda məqalə əlavə edin linka klik eləməklə siz məqalələrə qoyulan tələblərlə tanış ola bilərsiniz. Yəni ümumi məqalənin hazırlanması burada hamısı bir-bir göstərilib ki, məsələn, cədvəllər, şəkillər hansı formada verilməlidir. Siz bir-bir bunlara klik eləməklə yoxlaya bilərsiniz ki, sizin məqaləniz tələblərə uyğundur ya yox. Bildiyiniz kimi, Azərbaycan Tibb Universitetinin 95 illiyi keçirilib və bununla bağlı tezis toplusu buraxılıb. Siz tezis toplusunu düzdür, biz elmi departament olaraq hər bir kafedraya çap variantını təqdim eləmişik. Amma siz özünüz də müəllif kimi tezis toplusunu özünüz çap eləyə bilərsiniz. Bunun üçün cari buraxılışa göstərdiyim kimi daxil olursunuz və gördüyünüz kimi, deməli bu tezis toplusu burada var. Siz onu yükləyə bilərsiniz. Yəni çap eləməyə COP-dan sonra biz çalışırıq ekologiyaya, ətraf mühitə diqqətlə yanaşaq, çap işlərindən biraz uzaq olaq. Ona görə siz bu tezis toplusunu PDF formatında bütövlüklə yükləyə bilərsiniz öz kompüterinizə və bununla da sizin tezisiniz, tezis toplusu tam olaraq həmişə əlinizin altında olacaq. Və qeyd edeyim kimi, deməli, ümumiyyətlə Azərbaycan Tibb Universitetinin jurnalına daxil olan məqalələrin hamısına hər bir məqaləyə DOI nömrəsi verilir. Düzdür,